hər dəqiqə başı deyim, mən Ağcabədənəm, mən Ağcabədəni yaxşı. Allah bir dəqiqə, onun iki tadı mən bir dəqiqə. Ağcabədini dəstək götürürsən. Qardaşım bir dənə görün də mən nə olar, mən söz deyim Ağcabədini cəsi ilə tanıyırsan, sualı çox ucuz sualdır sizin. Pahalı sual. Qaqaş sözünü desin. Ağcabədin hissəsini Bir dənə gördüm. gözlüyüm də başqa dönüm, bir dəqiqə xahiş edirəm. Mən deyim çıxıb gedirəm. Aziz ver, sən qazanam, eşitsən may qaqa. Axşamın xeyir olsun könlü. Hər vaxtın xeyir. Axşam. Sən belə deyim də, Əli canlı yayında söyüb Ağcabədililər. İcazə ver deyim mən çıxıram. Mən məsəl üçün Qubadlıdanam. Mən cındıramsa, bütün Qubadlılara deyə bilərsən ki, get bu cındırı tap. Sən gəl məni tap, mənim ağzıma cırcınan ki, sən mənim anamı söymüsən. 100 minlik Ağcabədi düşüb bir nəfər axtarmalıdır sənə görə. Bax, belə deyim, sən adın nə oldu otaq qapı? Mənim adım Nihat. Nihat. Əgər mən Qubadlıdan olsam, çox üzr istəyirəm, üzvə götürülmə. Nihatın cındırlığını gör. Ay qaqaş, sən bir nəfərə görə 100 minlik Ağcabədi, 100 minlik Ağcabədi rayonu düşüb məni axtarmalıdır. Mən sənin şəxsiyyətinə toxunmuşamsa, sən gəl özünü axtar da, mən niyə Ağcabədililər qoşsan ortaya? O əlinin şəxsiyyətinə toxunmuyor, bu ümumi Azərbaycan xalqına peysərdir. Ay qaqaş, ümumi Azərbaycan xalqından söhbət getmir. Onda Əli söydürüb ümumi Azərbaycan xalqına peysərdir. Onda Əli söydürüb ümumi Azərbaycan xalqına. Dünən canlı yayında qalib deyir ki, gül atmayan peysərdir. Mən biz də orada olmamışıq da, bizə aidiyyət Ay orada. qardaş, sən başına deyim, sən onun canlısında nə gəzirsən ki, o sənə desin ki, gül atmayan Mən o peysərdir. canlıda deyildim, bizə qayda göstəriblər ki, 2000 insanın olduğu canlıda deyib ki, gül atmayan peysərdir. Yaxşı da, mən sənə bir şey deyim də qaqaş, bir dənə bir şey deyim də, sən başına dön də səbirli ol da tempindan getmir. Ay qardaş, sən öz dediğini deyirsən, bir dənə səbirli ol da qardaş, bir səbirli ol da başına dön. Sən TikTokersən, tanınmışsan, mən tanınmıram, mən kasıb həyatı yaşayanam. İndi TikTokdasansa TikToker sayılırsan. Yox, səhvsən, bloger başqa da TikToker başqa. Allah nə olsun, TikToker yayın aparır, bloger aparanlara deyilir, bloger isə fəaliyyət göstərənlərə. Nəysə qardaşım, onu qoyduq qırağa. Maraqlan da qardaş. Mən sənə deyirəm də, başına dönüm, sən gör nə deyirəm. Bir nəfər TikTok, sən deyirsən, nə bilim, girib onun canlısına deyir, mənə gül atmayan peysərdir. Düzdürmü? Mən demirəm o. İndi yaxşı, Ağcabədililər girsin canlının, desin yayınına ki, qaqaş, sən niyə elə söhbət edirsən? Axı söhbət bir yayımdan getmir, ay Nihat. Yaxşı, qaqaş, eşsənmə, mən Ağcabədlənəm, gözlə. Bir dəqiqə gözlə, mən Ağcabədlənəm, gözlə bir dəqiqə. Mən gedirəm, sən dediyin adamın ağzını cırıram, pox gününə qoyuram, düşürəm polisə, gəl mənə çıxardırsan polisdən. Sən deyəsən qulaq asmadın sözümə. Mən dedim ki, heç bir halda hüquqdan və qanundan kənara çıxmaq olmaz. Ay qardaş, sən özünə sərf eləyəni niyə deyirsən, başına dönmüsən? Ay qardaş, sən özünə niyə sərf eləyəni deyirsən, başına dönmüsən? Mən sənə deyirəm ki, gedirəm o adamın ağzını cırıram. Mən poxa düşsəm, mənim arkada qalanlarıma, evimə, eşiyimə gətirib əgər mən desəm get onun ağzını cır, əgər mən desəm get onun ağzını cır, mən sənə səlahiyyət verməliyəm və sənə sığorta durmalıyım. Amma mən sənə deyirəm ki, sən onu deyirsən, ay Ağcabədililər. Yaxşı, onda niyə deyirsən, ay Ağcabədililər? Ay qaqaş, Ağcabədililərə deyəcək də, yevlaxlara deməyəcək ki. Valla mən Ağcabədiliyəm, mən gedirəm onun ağzını cırıram, cavab deyirsən mən həyatıma. Hayır. Mən sənə deyirəm. Deyirəm ki, mənə dava kameralara lazım deyil, insan kimi danışmaq lazım. Çünki bu adamın arxasında polis də yanır. Sən prezidenti və lotu deyirlər. Sən prezidenti Sən nitkin dayanmadı, bir dəqiqə mən nitkin başında, bir dəqiqə. Sən nitkin dayanmadı, bir dəqiqə. Siyasəti qatmada başına dönsən. Ana, nə dövlət, nə siyasət, sən prezidenti və lotu deyir. Deyirsən, dövlət siyasət bir elmdir. Siyasət dövlət başçısından ayrılan bir şey deyil. Siyasət siyasi olur. Bakı Dövlət Universitetinin 10 fakültəsi var. Siyasəti prezidentə bağlanmır. Ay qaqaş, sən rütbəli insanları, dahi şəxsləri qatmır deyə. Söhbət bedavalardan, sakit adamlardan. Sən qatıra kişi. Sən tanımırsan mənə, danışmacına. Başa düşmürsən sən nə demək istəyirəm? Siyasət siyasiologlar siyasətdən məşğul olur və o bir elmdir. Allah'a and olsun. 8 nəfərsiz burada, 8 nəfərdən bir nəfər istəyirəm mənim sözümü başa düşsün. Qoy mən sən başa düşürəm, bir dəqiqə. Mən başa düşdüm səni, bir dəqiqə. Nəysə, mən icazə verirsən. Biz də o yiyələrini səhv edirik, axtarmayaq yiyələrini. Qardaşlar, bir dənə xahiş edirəm, nə olar ki, qadanız alaram. Sənə bir söz Hacı ver, gəlsin belə, birdən deyəcən gəlsin. Amma o pişi mən deyirəm ki, o alırəm, o pişi danışım. O pişi video çəkib ki, Ağcabədidə bir də kişi yoxdur, kişi deyil. Qardaş, neçə yaşın var sənin?
30 yaşım var mən. Ada 30 yaşın var, 30 dəfə həyat görmüsən. Hansı bir insan o pişiyə söyüş söyə bilər? Qutarın da bu deçki söhbəti. Yox, söymür. O pişiyə kim söyüb ona geçsin söyüş. Yaxşı mən Hayır, razıyam. eşidirsən məni? Bax belə bir söz deyim, o cəsi deyirsən, kim deyirsən? Bizdə də gör nə deyirəm. O pişi qədri bilən millət isə biz. Talışlar Azərbaycanlılar deyil sözündə, talışlarda 12-dən sonra işləməyən sözündə niyə bir Onu deyənin qanı xarabdır. O elə o pişi danışan da, elə o talışlara o sözü deyən də qanı xarabdır. Bizdə dəqiqə gör nə deyirəm. Bax indi belə də bir söz deyim də sağ. Eşidirsən məni? Bax siz danışdınız mən qulaq asım. O cəsidir, kimdir yenə deyirəm. Ağcabədin nüz qarasıdır. Bu söhbət hardan gəlib? Bu söhbət mövzu gəlib ikisinin arasından çıxıb babula. Kimsə cındırdı. Hansısa bir cındıra görə. Hansı bir cındıra görə. Valiye koş bura qaqa. Sen valiye koş bura. Size atıftı sənə. Vali. Paşanı deyirsən, paşa. Mujik, sənin adın nədir qardaş? Vali. Vali. Ay mujik, adın nədir sənin? Mənim adım Eltaşdır. Babadır. İkisindən birini Eltaş, koş bura. mən sənə bir də söz Buyur. deyəcəm. Əgər mən özümü Buyur. yaxşı aparmasam, məni birinci məhəllə uşaqları, Bakı uşaqları məni birinci buduyar. Başa düşdün sən demək istəyirəm? As. İndi gözəl qardaş, gör nə deyirəm. Gör nə deyirəm abi. Bir dəqiqə. İbrahimi Sultan təmsil edirsən. Mən verin. o kişi söhbət edib. İndi mən bir dənə CS görə, hansı Dılqara görə, mənlə CS-in O kişi söhbəti mən də eləyirəm. İbrahimin başına zənd eləm. O kişi söhbət eləməyinə görə burada biz cavab istəyirik. Aydınlıq sikin Aynen sən o qardaş, kişi o pişi söhbəti mən də eləyirəm. Mən də o pişiyə səslənirəm. Varsa Almaniyada bir dənə Ağcabədi dostunuz, görüşdürün mən onunla. O pişiyə səslənmək ayrıdır. O pişiyə başqa cür danışmaq ayrıdır. Sən o pişi səslənsən ki, Ağcabədiyə deyirsən ki, Ağcabəddə bunu eləsin. Çox gözəl vurğuladın. Bir dəqiqə deyən Eltaç. Birinci gün Əli Rəhimov deyir ki, Ağcabədilərdən mənə məsələyə aydınlıq verin. Ağcabədilərdən səs gəlmir. İkinci gün Əli Rəhimov deyir, Ağcabədilər bu məsələyə aydınlıq gətirin. Ağcabədilərdən səs gəlmir. Üçüncü gün qadir deyir, Ağcabəddə bir dənə kişi yoxdur bizə kömək olsun. Ondan sonra Ağcabədilərdən səs gəlir. Niyə gələ nəsə Deməyə vaxt. Ağcabədlər bilər kişi yoxdur səs verin. Niyə Ağcabədlərdə Burada elə söhbət eləmir axı. Çünki bunu torpağı Ağcabədi daxil. Bakıda mən Ağcabəddən fərqliyəm. Sən də Bakıda Ağcabəddə deyil də o. Bir dənə gəlin də. Sənin adın nədir? Sənin adın nədir? Bir dənə adını de, zəhmət olmasa. Ha? Sənin adın nədir? Adını de. Hədi Necə? qardaş. Hədi. Hədi. Mənim də adım Hədidir. Gör nə deyirəm sənə. Eşit gör sənə nə deyirəm. Bax. Deyirsən ki, Bakılıyam, düzdür? Bakılı Bakı şahı. Hal-hazırda Bakıda sənin bir dostun yoxdur. Bakıda mənim dostum nə ilə bağlı deyirsən? Bir nə deyəcəksən? Cəsinlə bağlı, Cəsinlə görüşdük, söhbət eləsin. Biz görüşə bilmirik də, bizim pulumuz yoxdur Bakıya getməyə. Qardaş, Cəsi Bakı şahıdır. Bakıdadır da, qardaşım, Bakıdadır Cəsi. Ay. Qardaş, mənim sözüm olsa, gedib Bakıda Bakı şahını taparsınız. Cəsi Bakı şahıdır. Cəsi Ağcabədilidir. Ay, nə dəxil var, kimsə mənim çesimə toxunarsa, mən göndərməyəm. Civon ağzını cırmalıdır. Ay qardaş, çox dəxli var. Hələ öz territoriyasına tik çatdı. Hələ öz territoriyasında söhbət eləyir. Ay, mənim territoriyamdan belə bir Kantovka çıxacaq. Mən ona afisat getməliyəm, başa düşmədim. Kantovka başqa bir şeydir. Cesi başqa bir aləmdir. Bu elə bir şey deyil. Axşamınız xeyir olsun. Cesi təkrar olunmazdı. Başa düşdünüz. Bu gün Cesi fake profildən oturub sizi bir-birimizi qırmağına baxır, kayf eləyir. Öz kayfına xurma yedir. Amma sən gəlib buradan deyirsən, Anlaşımız var. 8 nəfər adamsız, 8 nəfər adamsız. Düzgünlüyə fitvardır bunlar. Hadi, Hətta görmədiyim şeyi sizdən gördüm. Utanmasız CS tərəf çıxarsınız. 7 nəfəri, 8 nəfər utanır. Adam xəcalət. Heç kim Cəsinin o tərəfini saxlamır. Cəsi kimdir ki, onun tərəfini saxlayar? Qoyun mən qutarım da. Mənə bax, gəlib bizdən qorxun dava eləməkdənsə, gedib CS deyirsən ki, ala göstərsən. Ay qardaş, deyirsən 8 nəfəri bir mən başa düşmür. 8 nəfəri sən onu necə yoluna qoyacaqsınız? Hadi, sən danışdın qulaq asdıq, mən sənin sözünü kəsmədim. Deyirsən ki, 8 nəfərik, düzdür? 8 nəfərik də, burada 8-imiz də deyirsən ki, burada 8 nəfər. 8 nəfəri mabidən göstər. Təkrar eşitmədim. 8 nəfərik burada, deyirsən ki, 8 nəfər mənim başa düşmür. 8 nəfər göstər görək Deyirsən bir burada. nəfər çıxdı. Yox, bir nəfər çıxmadı, elə bəyəqqi qaydadadır. Səndən 8 nəfərik biz. Deməli, sən də bizi başa düşmürsən. Niyə? Adam anlayışı görsən, səhv olanda olur, səhvdir, insana aiddir, eləyə bilərsən. Elə səhvlər var ki, bağışlanmır. Faktikən məni, o sözü desə, qardaş, mən götürüb
gözləmərəm ki, mənim Ağcabədən çıxıb ona cavab verər. Niyə mənim Bir dənə Ağcabədən? əlini qoş bura. Döyüş söyməyəcək, oturacaq burada söhbət edəcək. Kimliyindən asılı olmayaq, şəxsiyyətindən asılı olmayaq. Onu qoşma da, bura o bayaq bizə hörmət eləyib, hörmət eləyib Region. da, mənim Burada qardaşım. region olmaz. Hamısı elimizin o başda. Bizə kəlmə icazə olar, bizə kəlmə. Olar. Axşamınız xeyir bir daha. Bax bir dəqiqə. Bu Zivert TV var ha, bu Hacı Qaqaş. Çıxanda dedi ki, Əli Rəhimovun adından gəlmişəm bura. Dedinmi qaqa? Dedim mən Əli Rəhimovu müdafiə eləmə gəlmişəm. Ay, sağ ol, Əli, müdafiə eləməyə gəlmisən. Müdafiə eləməyə gəlmisən, deyilmi? Danışmaq. Hə, bir dəqiqə. Müdafiə eləməyə gəlmisən, eləmi? Bəli. Bu qardaşlar bayaqdan söz deyir. Söz deyəndə çəkilirsən ki, mən öz adıma gəlmişəm. Gah belə deyirsən, gah belə deyirsən. Onun söhbəti yoxdur. Bax, səhər-səhər bir dənə qayıt çıxıb mənim qabağıma. Görürəm Əli Rəhimov deyir ki, Ağcabədin 85% kişi deyil. Talışın ən cındırı Ağcabədinin ən yaxşı oğlanından yaxşıdır. İndi sən bir dənə bu sözə aydınlığı ver, mən qulaq asım. Aydınlıq istəyirsən, Ay, sağ ol, bir dənə. başa olmasın, qoş özü sənə aydınlıq versin nə deməkdir. O Bayaq söhbətin bir qoşduq, dəfə o bizə aydınlıq aydınlıq verib, bir dəfə vermədi. aydınlığını versin sizə. Bir Niyə dəqiqə, o qoşmursunuz bayaq qoşduq, o bizə aydınlıq vermədi, çıxdı. Arkadaş əsəbləşdirdiniz, əsəbi heç biriniz onu almadınız, Yox, bax, əsəbləşdirdiniz bir adamı. dəqiqə, qulaq as. Ən insan adam kimdir? Elmi, bax, bayaqdan Ən insan adam kimdir? Əsəbi zaman, əsəbi olan zaman özünü idarə edə bilən insan əsl insan dilə. Qardaşım gözünə qurban, gör nə deyirəm, bir dənə sən sakit dur, Hacı, bir dənə də hamı sakit dursun. Qoş bura bir dənə, o bir dənə qoş bura, o bizə dediyi sözü, mən ona deyəcəm ki, Əlini bir dənə qoşun bura. Əlini qoş bura. Söz deməyəcək, danışacaqlar. Qoş bura. Mən bilmirəm ona nə deyəcəm, bir dənə səbirli olun. Yox, qoşun bura danışsın. Ay Ali, eşidirsən məni? Dur o suru buradan. Baba, söyüş sənə çağırmışdı. Sizin evə? Söyüş söymirəm ki mən ona. Yox, söz söyləyirəm. Qardaş, qətiyyən insanıq, biz insanıq, biz heyvan Burada belə deyilik yığılıb ki. danışırsınız ha. Misal üçün danışırsınız, nə olur? Mən döyürsünüz mənə belə danışanda. Əli, qardaş, bizə də qulaq as, Bir başına. də yenə ha bazar oldu var, batçı mı danışır? Ha bir Yox, bir. yox, yox, heç kim danışmır, heç kim danışmır. Ha. Bir dəqiqə. Amma belə bir-birinizin arasında söhbət eləyirsiniz, tutaq ki ya. Bax mən yoxam da burada misal üçün. Biz insanıq, Məndən bax, danışmırsınız. bax. Müzakirə məndən gedir, amma canyası ilə danışmırsınız. Nəyə həll eləyirsiniz? Biz, bax, sən bura gəldin hələ indi. Biz Öz sənə aramızda qulaq asırıq. danışıb Bax, nəsə həll mən... eləmək istəyirsiniz, ara Hə. telefon nömrələrinizi verin bir-birinizə. Konfrans elin WhatsApp-da danışın özünüz. Yox, özümüz üçün yox da. Mən Ya, kimsin Həcə danışır? sənin adından çıxış Kimsin edirdim danışır? burada. Mənim adıma danışmasın, böyük səhv eləyib danış. Ha, bax, o... Mənim müdafiəyə də ehtiyacım yoxdur. Mən öz özüm danışım. Cəmaət məndən söz alır ki, qaqa məndən çıxım söz danışım. Mənim kimsə müdafiəsinə ehtiyacım yoxdur. Qardaş da Ali Rəhimov. Olar mən sağ aləmdən. Qulaq asın bir dəqiqə mənə. Qulaq asın bir dəqiqə mənə. Sən bayaq bizə qulaq asmadın axı biz də sağ qulaq asaq şorası. Çünki 8 nəfər danışır, mən təkəm. İndi tərsək danışmır. Bir dənə valiyə boş da. Bir dənə Yenə eyni vaxtda kimlərsə danışır, bura bax. Qaqa bir dənə danış. Bayaq biri qoşuldu. Zivərə deyir ki, mən gedib Cesiyə nəsə eləsəm, gəlib mənim ailəmə nə bilim yemək gətirəcəm, onu eləyəcəm, bunu eləyəcəm. İndi yaxşı bir dənə söz deyim. Oğlan var içizdə deyir ki, sən burada olsaydın belə eləyərdin. Gəldim ora. Mənə eləsəm, kim gətirib sənin evə çörək verəcək? Tutaq ki, ona eləyə bilmirsən də, mənə eləyə bilsən amma. Əgər mənə eləyə bilsənsə, elə ona elə də. Birinci sən ona elə. Görüm həqiqətən də eləyə bilirsən. Mən də bir dənə bilet alım, gəlim deyim, o ona eləyə bildi, mənə də eləyə biləcək. Sən gəlin də kim eləyə bilmirsən? Ali, Qulaq as. Ali, Qulaq as, danışıb cümləmi qutarım ondan sonra. Qulaq as bir dəqiqə. Ceysi canlısında olan bütün izləyicilərin dedi ki, hadiyəsi olub mənə atmayan peysərdir. Bu ümumi Mən bir fikir Qulaq bildirdim. asın da. Ara ya bu sanatı tanısın ya da bunun bu sənin aylıq, illik qazancından bağlı olan bunun telefonu. Qulaq asaq da, Bir sokun danışım da. Bir-birimizi dinləyək. Sonra da siz biz panyatkalı, gələ panyatkalısınız. Bebeşim, eşitsən məni. Ha dünənə qədər sizin heç birinizi tanımırıq, biz siz kimsiniz, haçan pırtlamışsınız söyle bilinmir. Danışım ondan sonra hörmətli olduğunuzu göstərin. Rəhmanov, indi pırtladıb çıxardacaqlar. Hamımıza oğradı verəcəm birazdan. Ha birazdan skot gələcəm, hamımıza oğradı verəcəm. Dinləyin. ad verərsən. Bizə adi dədəmiz verir, gicdirlaq. Söz söysən. Bizə Ağcabədilisən. adi dədəmiz verir. Sən özündən çıxa bilsən. Qınamıram, ağcabədilisən. Qınamıram.
Yox, Jesse də sən kimidir? Çıxa bilsən, mən özümdən çıxa bilmirəm. Mən özümdən çıxmıram, mən özümdəyəm. Şey oluyor, ha ki. Sən özündən Sən- çıxarsan, mən özümdəyəm. Sənə aydınlıq istəyirik ki, sən niyə Ağcabədi Kim olaraq məndən aydınlıq istə? Oğrusan? Yox, şoğluyam, Ağcabədli balası. Şoğlusan, hardan bilir? Ağcabədli söysən. Kim söyür? Sən. Subut elə. Gəl şey nə demisən? Gəzə bir Yaxşı. subut elə Gəl deyirəm mən. Ağcabədli Mənə də sual vermə, subut elə. Mənə sual vermə, subut elə. Ay qaçır. O gəl Ağcabədli də mən sən sübut elə bilərsən. Hələ subut elə, mənə burada deməyin, mənə sual vermə, subut Amma elə. sənə deyirəm ki, Ceysə Ağcabədli deyil. Sən necəsə görə Ağcabədi sən tənqid edirsən. Ya bütün gün mahnı qoyur orada, Ağzabədidən. Bütün gün bir Ağzabədidən. Pox yer. Pox Pox yer. yer, mənə qoyursan pox yer. Ged ona deyirəm, sən burada desən Hələ pox. onu da deyirəm. Onu da deyirəm Ağcabədli. Qulaq as mənə, qulaq as. Üzvü göstərən bir dənə video çək, deyirəm Ceysi sən pox yeyirsən. Ay qardaş. Mən görürəm. Eləyə bilərsən. Eləyə bilərsən. Sən kimi zibilə görə, nə Ceys kimi zibilə görə poxa kəsi deyiləm. Sən Bax, deyirəm Ceys ki, mənə Mənə aydınlıq bax, poxa düşəsi döyürsən. Sən niyə Ağcabədli? Məndən özüm niyə poxa salmaq istəyirsən? Tanıya görə. Qulaq as. Məndən özümü niyə poxa salmaq istəyirsən? Sən hansı tanıya görə, niyə görə Ağcabədlini tənqid edirsən? Kim? Tənqid eləyə bilərəm, təhqir eləmirəm. Tənqid eləmə də qardaş. Sözüm var, bax gəl. Əcəb eləm. Yaxşı qardaş. Ümumi sənin Ağcabədi mahnısı qulaq as bir dəqiqə. Ağcabədi mahnısı qoyub, Ağcabədi mahnısı qoyub. Aşağıda hamı yazırdı ki, orada ara talışdı da fikir vermə. Talışların başı 12-dən sonra götüm kimi işləyir. Pox yer onu deyən, şəxsən deyirəm mən. Pox yer onu deyən. Mənə demə. Canlı video çək göstər ki, Ceysi sən pox yeysən deyən anabın ağzına sən o sözü deyirsən. Qardaş, beşəsin anasının bayısının işim yoxdur. Anası bayisi. Ən Ağcabədindən amma cəmaatına Ağcabədi baxsın. Lənkəran talış mənim üçün fərqi yoxdur. Qulaq as bir dəqiqə. Azərbaycanlı oğraş olmaq lazım deyil. Bir dəqiqə Sevmək qulaq as lazım bunu. deyil, ha ki. Bir dəqiqə qulaq as bunu. Bir dəqiqə bura bax. Bir dəqiqə bura bax. Subutlarla gəlir də qardaş. Bir dənə buna bax. Çarəsizcəsinə deyək, çıxın Ağcabədi. Nə yazıb burada? Nə yazılıb burada? Hə, bura bax, bura bax. Nə yazılıb burada? Biz sən hörmətlə yanaşırıq, Əli. Nə yazılıb burada? Biz sən hörmətlə yanaşırıq. Görsən burada, sənin bir oğlan sahibi. Burada nə yazılıb? Burada nə yazılıb? Yazını oxu. Kommentariyada sizin yerliləriniz nə yazır orada? İndi uşaq da var orada. Qanan da var, qanmaz da Nə var. yazıb İndi burada? uşaqla Nə uşaqlıq yazıb? eləyib, böylə. Nə yazıb birə? Nə yazıb birə? Ala nə yazıb dinəmlər göt. Mənə bax, dalama qalır, mən sual verirəm. Nə yazılıb orada? Eşidirsən, Nə yazılıb normallı orada? bir insan Nə yazılıb orada? ömür boyu Nə yazılıb orada? Nə yazılıb Bizdən orada? iraqdır ki, söylüyor. Nə yazılıb orada? Nə yazılıb orada? Yazılanı Nə deyirəm yazılıb, mənə. yenə deyirəm, o Nə yazılıb orada? özünə hörmət eləyən Nə yazılıb orada? Mənə demə hörmət eləyir, hörmət Sən eləmir. dedi. Nə yazılıb orada? Ha. Yazılanı deyirəm mənə. Nə yazılmışdı orada? Sən Əli. Deyirəm ki, özünə hörmət eləyən Nə insan o yazılmışdı sözü orada onu yazılır. mənə dinən. Ürəyim varsa o sözü dinən mənə. Nə yazılmışdı orada? Ürəyim varsa mən sağ deyirəm ki, özünə hörmət eləyən o sözü Hə, yazılır. Sama. Yaxşı mı? Nə yazılmışdı orada deyirəm. Onu yazan kim idi? Erməni idi. Deyirəm, o sözü Azərbaycanlı sən Əli sualıma cavab ver. Onu yazan kim idi? Azərbaycanlı idi, Talış idi, yoxsa ha erməni sizdən idi? Kim İraqdır idi? da. Üzdən İraqdır da. Sizinki Üzdən İraqdır. Ağzabədi idi də yazan. Ümumi Talışların ağzına sok. Düzdür. Mənə bax, mesajı görmədiniz orada. 6 nəfər bomba söhbəti Sən niyə oğlanlarsınız. Mesaj görmədiniz. Qulaq as, hep Mənə bax. danışdığın Bir kimi dəqiqə qulaq as. dinləməndir. Bir dəqiqə qulaq as. Hələ bir dəqiqə qulaq as. Sən də Sənin qulaq as qan- bir dəqiqə. Qabaqdan gəlmiş deyirəm ey burada. Eyni şey indi mən sənin üçün deyəcəm. Qabaqdan mənim zamanım yoxdur. Mənim zamanım burada pul itkisidir. Qulaq as. Sənin canında necə aşağıda ofşi talışları söylərsə, sən içivə soxub qalıb danışırsa, özünü müdafiə eləyənsənsə. Yalnız Sən içivə sən qabaqdan gəlmiş deyirəm, başa düşdün? Qulaq as da, yalnız özünü və öz rayonumu müdafiə eləyəsən. Eyni cəhətdən də Ceysi canını açır. Mən o Azərbaycandan danışıram. Qulaq as. Düşdün məni? Sənin dediyin Qulaq as. sözdən gedir söhbət. Səbət ol, Ağcabədiyə dediyin sözdən gedir. Sənin həyatında o Başa qədər içinə də soxacam insan. IQ səviyyən o qədər yüksək olmalıdır ki, sənin bir nəsil nəcabət davam eləməlidir ki, sən məndən səhv tuta biləsən. Əli bir Sənin məndən səhv tuta Sənin bilməyin özün ki, səhvsən başdan elə. Mən Başa səhvəm, düşdün? hə. Sənin özün səhvsən başdan. oy bula, Səhvsən. oğru qərar verdi. Oy bula. Ağdaqatın üstü oğru qərar Sən verdi. elə yaşın Sən elə burada. özü hörmətin buradan bilir. Mənə bax, Oy bilən sən sizin çox yaşayışınız bu günə qədər hardaydı? TikTokda məsələ həll edirsiniz. Amma məsələ həll eləmirik. Qardaş Ki? sən Aha, açın hamınızı yüzü göstərin də. Hə. talışlar söymürük ki, bu qaqaş durub.
Niyə sənin Ağcabədilərin kommentariyada söyləyir, bir nəfər iradı bildirmirik sizdən onu. Pox yer Eloban söylən. Pıx yer, nə qəşəng sözdür öyle deyim. İndi mən deyəndən sonra İti sən qarışıq. Eli söyən pox yer. Zaman səviyyəsi bu. mənə bax. Eşitsən mən, oğru eşit yalandan bekarsınız. İtin balasını cibizdə qəfli oynayır. Çox bekarsınız. Zata qeyrətimiz bekar deyil ki, hə, qeyrətim olsun. Azərbaycanlı. Bir dənə mahnı qoy axırdan. Əzəm pula görə ev yığılmısan da Amerikaya. Pula yıxılmış, görə ha? orada çöymün ki məsələn. Nə yıxılmış? Ev yığılmısan Amerikaya ağzına Ən gəlir. azından evində uşaq çörək istəyəndə sən kimi göt ağzı dükanda baxmıram. Gedib çörək alıb apara bilirlər. Oyuncaq alıb apara Sən bilirlər. sənə bulet. Uşaq xəstə olanda sənin kimi ostura Başa gedib düşdün aptekdən məni? 2 dənə dərman alıb birini saxlamıram. Osturaq sənin boyda olur. Başa Qulaq as, düşdün? sənin 80 dənə qazın öləndə Başa düşdün mən sən məni? danışmışdım. Soxub içib oturmuşdu. Nə danışsan, hə qeyrətli ya. Sən soxarsan. Amerikada nə danışırsan? Nə Soxmamısan? Ay danışmağa nə verlər? Sən danışmır orada. Soxmamısan? Hə qazilərin pensiyası kəsiləndə sən danışmırsınız hala. Danışmaq nə həll edir hə? Sən orada danışmaq həll Danışmaq edir. çox şey həll eləyir. 100 nəfər danışsa, 100 nəfərin səsi bilsə nə deməkdir? Onda gəl otur Danışmaq heç nə Azərbaycan- həll eləmir. Nə Azərbaycan- olsun Azərbaycan burada danışsan, danışsın. Almaniyada nə otur danışsan? Danışmaq heç nə həll Neynəm eləmir. sənin Gəl yenə? otur burada Qulaq danış as, da. bunu da deyim çıxıb gedirəm. Danışmaq heç nəyə həll eləmir. Düzdür, özüzdür düzdür. Ağzı Deyirəm bədi neynəm olaraq. sənin yenə? Qulaq as, bunu deyirəm çıxıb gedirəm. Neynəm? Danışmaq heç nəyə həll eləmir də. Özünüz Ağcavədli olaraq burada bu sözü deyirsiniz. Əgər hərəkət həll eləyirsə, danışmaq həll eləmirsə, mən nə qozuma burada qoşulub danışırsınız siz? Sən kişiliyin var, Boş mənim sənin boyda. Sən Ağcabədi yox. Mən sual verirəm, ala danışmaq heç nəyə həll eləmir. Ha. Niyə danışırsınız? Kaçsan. Deyirəm o. Görsən də Ağcabədi- Danışmaq heç bir şeyi həll eləmir. Ay sabatlılar, ay dahilər, Bu nətər ay adamdır? oğrular. Sən nətər? Danışmaq heç nəyə həll eləmir. Biz Niyə oğru danışırsınız? görürük, biz nə oğru tutmusan? Nə danışırsınız? Özün deyirsiniz ki, danışmaq heç nəyə həll eləmir. Mən nə danışsam? Bir dənə mal qulaq as, görsən nə deyirəm, gözəl insan. Mən bir yaxdan Saat baxıyorum. sənədir. Sən yaşayış mastına tullanın mənə, eşitsənmi? Mən mastına, Qaldırıb qoysan qalıbım Azərbaycan dilindən mənə sözün deyə bilmirsən, mənə desən mastıva tullanın. Sən çurbanı bilirsən, ha? Durub bir dənə kişi. Harada çurbanlıq eləndə görmüsən, subut eləməyən peysərdir çurbanlıq. Qurbanlığımı subut eləməyən peysərdir. Yaşayışını bilməyən insansan da, nəysə. Yaşayışımı bilməməyimi subut eləməyən peysərdir. Belə peysərliyin Sən buradan öz gördük. Subut elə, millətini bax söylən deyirsən, peysərdir. subut elə. Mən subut eləyirəm. Öz millətini subut söylən Bir peysərdir. başa. Gör Öz sənə millətini deyirəm. söylən peysərdir. Eşitsən mənə. Öz millətini söyən lap elə. Eşitsə qulaq as, gör sənə Lap deyirəm. elə. Bir yaxdan sizə Azərbaycan da bir göstərsən. millətdir, Bir Talış da balaca bir bir millətdir, konyakdan olsun. Şəmkir Aha. bir millətdir, Azərbaycan Aha. hamısı birdir. Oynamı gör bacım, ağzında dişlərin yoxdur, pulun yoxdur həkim edib diş qoydurasan. Mənim dişim də var, eşitsən mənim sözüm demək. Protezdir. Axşam bənkənin içinə suya qoysan onu. Sən kimlərə qoyuram, mənim yaxım var, mən 15 Dəqiq olsun. Danışığını eşitsən, belə danışsan onu öyrən. Sən kim olsun? Baba söhbətlər aparmaq olar ha sən ya. Sən kimlərlə belə danışmaq olar da, nətər Ha, olmaz. məni kimlərlə maksimum burada danışa bilərsən? Sən 100%-də 3 saniyədən artıq danışa bilməsən, ağzındakı protez ağzında qalmaz. Oturmusan xaricdə Azərbaycanın. Oturmamışam, ayaq üstəyim. Yalan deyən peysər də oturmuşamsa, bax ayaq üstəyəm. Ayaq üstəsən, xaricdəsən da sən. Ha, nə oldu, bayaq oturmuşdu. Deyirsən axı. Ha, bayaq oturmuşdum, nə oldu? Ay, oturmaq o demək deyil ki, götür yerə qoyasan. Sənin götürlə başın bir də onsuz da, bilirlər. Tam bu sən, kimsən İndiyə nəsən? qədər səni 8000 adam izləmişdi. Bura bax, otur, kef elə. Axşam ged evdə deyən ki, mən 8000 adam izləyir. Ay, nə, sən, əhsən sənə görə məni 8000 izlədi. Məni 8000 izləmək lazım deyil. Məni bir millətik, bir dövlətik. Söyüşlərlə narahat eləmək o ki, biz bir millətimizi söymək olmaz millətimizə. Öz millətimizə söyüşəcək. Mənə narahatsan. Hani narahat olmayayım. Cəmaət. İndi sən bir dənə sənə söz deyim. Sizin qulaq as Talış bir da dəqiqə. mənimdir. Talış da Sizin mənimdir, rayonda. Azərbaycan mənimdir. Qulaq as bir dəqiqə. Hə, kişi. Dırnaq arasında. Adam çıxmışdı. Bir dənə oğlan onun videoyu çəkirdi. Dayanmadan söyüş söyürdü. Və bütün sosial platformalarda paylaşırdı. Hər kəsin də evində namuslu anası var. Hər kəsin deyəndə yəni namuslu alırsınız. Evdə qız uşağı var, evində oğlan uşağı böyüdür, evində əxlaqlı böyüdür. Fəxr olaraq onu Ağcabədidə açılışlara çağırdınız, restoranlara çağırdınız. İndi sizi demirəm də Ağcabədililər çağırdı. Cesi çıxdı, Cesini fəxr elədiniz, maşın qoydunuz altına, hədiyyə atdınız. Ağcabədi mahnısı qoydu, cəmaatın anasını söydü. Bir nəfər çıxıb demədi ki, nədir Ağcabədidə mahnısı qoyub cəmaatı söyürsən.
Kim ona deyirdi ki yeri dinən birbaşa anasını söyürdü. Təsəvvür elə, sənin qızın var 5 yaşında. 5 yaşında qız uşağın var. Telefonu götürür əlinə, Adəmin söyüşünü görür ki, Adəm sikini alıb əlinə dayanmadan danışır. Sənin qeyrətin necə götürdü o sözləri? Sənin yanında deyə 15 metrədir. Bəlkə də atasını küçədə görəndə, bazarda cəmaət onun atasını görəndə qucaqlayıb şəkil çəkdirirdi. Qeyrətə gəlmədiniz. İndi mənim burada anam söyülür hansısa peysərlər tərəfindən. Mən çıxıb haqqımı tələb edirəm ki, başı papaqlı varsa gedib onun ağzını yumsuz. Riski hamımız qeyrətə yaldınız bir dəfəlik. Huşt! O bir şey değil. Ağzabəli deyil o. Ki mənə Adəmin niyə Ağzabəli deyil o cəyəsi. Adəmin niyə ağzını vurmadı? Cəmaatın evinə söyüşlə girirdi dayanmadan Adəm. Niyə onun ağzını vurmadınız ki, övladlarımıza pis nümunədir, pis tərbiyədir? Sən gör, sarı geçsin üstü. Niyə vura bilməz? Gəlin dəyərlisiniz. Mən deyirəm, Mən o gəlsəm, düzgün məni bir şey doğruyarsınız. deyil. Qulaq as, düzdür. Hala oldu da sizə. Ha niye Siz doğruyor tutmayan seni? oğlansan. Ha niye doğruyor seni? Ha ben nə kimin başı getir? Nəyə danışırsınız onda? Mən çıxıyorum danışmayayım da söhbəti bağlıyor. Yok Pohiyev gayet elinde adam öldürürler. Adam başı salırlar. Adam kimi? İnsan kimi. Sən kimsən məni başa sala biləsən? Sən həyatı özün başa düşməlisən. Aa, ben Allah bendesiyim. Ben Allah'ın bir Ay bendesiyim. bile. Ay bile. Sen paylaşkan yok diyorsa sen benden kimden aşırı? Hani ne kim olmuşsan ağa? Dinlələr neynəmsən Azərbaycansın? Bayaqdan Azərbaycansın. Ben dedemin oğluyam. Sen kulaq as. Mənə bax, mən qonşunun oğlu bilirdim səni. Yaxşı ki dadamın Neyse oğlusan. gecəvi Sen komşun olsan. Sən millətə nə deməksən ki? Camaat başqasının oğludur. Söylsən. Mənə bax, camaat kimin oğludur ki? Camaat kimin oğludur? Camaat kimin oğludur? Camaat kimin oğludur? Camaat kimin oğludur? Komşun oldu. Evet, camaat kimin oğludur? Camaat kimin oğludur? O pişiyə söyən qonşun oldu. Öpşiyədir. Sən o pişidən səhv tuta bilərsən. Sən maksimum o pişi krantı açıb bağlaya bilərsən. Mən sənin kranatı açıb bağladım bəs. Gəl at kartımı 5 dollar göndərim. Sən sox içmə, sən canı. Mən fəhlə işləyib ailəm dolandan bilsən, gömbələk. Ana üstü sigaretlə bir də kola ilə yaşsan, gəlib bura məndən söhbət edirsən. Göt, mən rabadəyə muzika etəcəm. Sənin kimi söyüş sevmirəm pulla, nə uğraş? Pulla söz söyərəm, yalan deyən peysərdir. Söyürsən də oturmuşsan xarici ölkədə. Əgər mən indiyə qədər bir nəfərdən bir qəp yalan kimsə söyürsə, yalan deyən peysərdir. Söyürsən. Mən belə Yalan deyən peysərdir. Mən sən bir şey demirəm ki, bir nəfərdən bir qəpi mənə gəlib kimsə söymüşəmsə, yalan deyən peysərdir. Bəs niyə millətə söyürsən? Öz millətini söyürsən. Yox, bəs niyə söhbətin qoy qırağa? Bax, niyəni qoy qırağa? Sən İndidən bir dənə danış. ağzəbətli sözünə görə, cəlsəyə görə, sən o ağzəbətli niyə ağzını çəkirsən? Oğra istisindən danışanda gülməyim gəlir. Sən hörmət eləmirəm sənə. Sən elə başdan gülməlisən qardaş. Sən mənə danışırsan. Gülməliyəm mən niyə müzakirə edirsən? Gülməli olan adamı niyə müzakirə edirsən? Aydınlıq verə bilmirsən də ona görə. Mənə gülməli adamdan aydınlıq istəyərlər. Hansı siryozda var ki bir adam gülməli də ondan aydınlıq istəyir? Sən nisirozlu bir insansan, nəsən? Siryozda adamdan aydınlıq istəyərlər. Sən nisirozlu bir insansan. Siryozlu insandan aydınlıq istəyən özü peysər olar. Talışlar eşlər məni, başımızın tacıdır. Sən kimsənə talış adını ağzı vermirsən? Sənin başımızın talış adını gətirən ağzı var. Qulaq as. Sən olan mənsin. Aras foxvi. Aras foxvi. Sən kimsənə talışlara qiymət verəsən, yaxşı deyirəm. Ay Qongli. Hə. Maba görüm. Sağa baxıram. Sən maksimum mənə baxarsan elə. Qutardı söhbəti. Bundan sonra məni müzakirə eləyən burada peysərdir. Mən çıxıram. Nə qədər söz danışın. Bax deyirəm. Ağzəbətli Sən də panga danışsan Məni bundan sonra burada müzakirə elə. Mən hələ çox şey söz söyləməmişəm. Məndən səhv tutmaq da sizin başı üçündür. Mən çıxıram. Məndən burada danışan bundan sonra mövzu eləyən erməninin papağı ondan qeyrətlidir. Nə qədər söz danışın. Qeyrət qədir bilən söyüş söyməz. Başa düşdün? Başa düşdün? Əgər məni sən papağım. Çok güzel girenle oynayın da. Bekarçılıqdan birimiz Wi-Fi'den ayrılmağa qorxursunuz ki, megabayt ayrılmağa qorxursunuz. Ayrılmağa qorxursunuz ki, megabayt